Trumpın zaman-zaman Rusiya-Ukrayna müharibəsi gedişatında, sülh danışıqları inkişafında müsbət çalarlar, müsbət məqamlar var deməyi belə hələ də Rusiya-Ukrayna müharibəsini yaxın gələcək üçün sona çatacağına bizi inandırmır. Çünki burada artıq məsələ dünyanın bütün qüvvələrini maraqlandıran bir həddə gəlib çıxıb ki, dünyanın yenidən bölüşdürülməsi prosesində Ukraynanın xüsusi məqam, xüsusi rolu var. Baxırsınız nələr baş verir, istər Latin Amerikası ölkələrində gedən proseslər, istər Qrilandiya, Amerika münasibətlərində, istər İranda baş verən hadisələr. Bu birdən-birə eyni vaxtda dünyada bu proseslər gedirsə, bu prosesləri körükləyən, bu proseslərə istiqamət verən güclər var ki, bu da nəticədə dünyanın yenidən bölüşdürülməsini gətirib çıxaracaq. Ona görə də Ukrayna-Rusiya müharibəsi artıq Rusiya-Ukraynanın ikisinin müharibəsi deyil və bu müharibənin bitməsi bu iki dövlətin artıq özündən də asılı deyil. Hətta Rusiyada da baxmayaraq ki, gedən danışıqlarda Rusiya Amerikada qəbul olunmuş 20 bəndlik, maddəlik həmin sənəddə göstərilən maddələrin heç də bir çoxunu qəbul eləmir. Bütün bunlara rəğmən biz necə deyə bilərik ki, Ukrayna-Rusiya müharibəsi gedişatında hər şey qaydasındadır. Vəziyyət çox kritikdir və əvvəlkindən fərqli olmayaraq intensiv və qanlı döyüşlər davam edir. Hər hansı sülh danışıqlarının getməsi görüntüsü ortada yoxdur. Yalnız sözlərdə var. Ona görə də baxmayaraq ki, hazırda qış aylarıdır, keçən qışa münasibətdə, keçən qışla müqayisə elədikdə, keçən ilin bu vaxtında daha yavaş müharibə gedirdi, nəinki indi sürətlənib, görünür nələrisə tez zamanda tərəflər əldə eləmək istəyirlər. O səbəbdən də ki, mən vəziyyəti, Ukrayna-Rusiya müharibəsindəki vəziyyəti çox kritik dəyərləndirirəm. Elşən bəy, vəziyyət kritikdir. Avropada vəd edir ki, əslində dəstək ifadə edəcək Ukraynaya. 800 milyard avro gözləntisi var Ukraynanın Avropadan və bu yöndə Viktor Orban da danışıb. Deyib ki, biz bu pulu niyə verməliyik? Avropa İttifaqının zəifləməsi deməkdir bu. Düzdür, Viktor Orban bundan öncə də buna bənzər çox açıqlama yayıb. Nəticə etibarilə Avropa İttifaqında vahid mövqedən çıxış etmək məcburiyyətində qalıb. Amma 800 milyard avro doğrudan da Avropa İttifaqı üçün nə deməkdir? Bunun üzərindən danışsaq, Viktor Orbanın nə dərəcədə haqlı və ya haqsız olduğunu düşünürəm ki, aydınlaşdırmış olarıq.